Sual 109. Sualda nə deyilir? Deyilir ki, 1 mol benzolun homoloqunun tam yanmasından alınan karbon qazının kütləsi ilkin karbohidrogenin kütləsindən 276 qram çoxdur. İlk növbədə nə edərəm? İlk növbədə benzolun homoloqunun, yəni belə deyim, benzol sırası karbohidrogenlərin ümumi formulunu yazaram. CnH2n-6. Burada nə qədər karbon var? N qədər. Bu karbohidrogenin yanmasından nə qədər karbon qazanılar? M mol. Düzdürmü? Yanmasından alınan karbon qazının kütləsi, yəni bunun kütləsi nə qədərdir? CO2-nin öz kütləsi 44 qramdır. Bunu N-ə vursam olacaq 44 N qram. Düzdür? Bəs yaxşı, bu karbohidrogen kütləsi nə qədər olacaq? Bu da olacaq 14 N-6 qram. Düzdürmü? Bu da bizə deyir ki, 44 N 14 N-6-dan 276 qram çoxdur. Yəni 44 N bərabərdir 14 N-6 üstəgəl 276. Daha sonra bu tənliyi həll edirəm. Buradan 30 N bərabərdir 270, N bərabərdir 9. Deməli, karbon sayı neçəymiş? 9 imiş. C9H12. Formulu tapdım. Sualda nə soruşulur? Deyilir ki, bu karbohidrogenin molekulunda neçə karbon atomu sp3 hibridləşmə halındadır. Bu əgər benzolun homoloqudursa, əsas fenil radikalını çəkirik. Bura nə birləşib? Bura karbonlar birləşib. Baxın, neçə dənə karbon birləşib? 1, 2, 3. Niyə? Çünki burada 6 karbon var və bizim tapdığımız sayı isə 9-dur. 9-dan 6 çıxan neçəsi qalır? 3-ü qalır. Burada olan, yəni bu fenil radikalını əmələ gətirən karbonların hamısı sp2-dir. Niyə? Çünki bu benzolun qalığıdır, düzdürmü? Benzolda da hamısı sp2 idi. Ancaq yuxarıda olanlar, yəni bu birləşən propil radikalında olanlar hamısı sp3-dür. Bizdən nə soruşulur? Deyilir ki, bu karbohidrogenin molekulunda neçə karbon atomu sp3 hibrid halındadır. Cavab nə olacaq? Cavab olacaq A variantı 3.